Hello, I'm Yanis Varoufakis. Salam, adım Yanis Varoufakisdir və sizə Fərid Mehralzadələrini danışmaq üçün buradayam. Fərid Azərbaycanlı maliyyə jurnalistidir. Bizim bayram mövsümünü qeyd etdiyimiz vaxtda Fərid həbsdədir. O, 2024-cü ilin mayından bəri müxtəlif ittihamlarla saxlanılır. Since May 2024 on various charges. O tək deyil, Azərbaycanda belə 24-25 jurnalist var. Beynəlxalq insan hüquqları təşkilatları onların Azərbaycan hökumətinin tənqid etmək kimi dəhşətli cinayətlər törətdiklərinə görə həbsdə olduqlarını deyir. Təbii ki, Azərbaycan hakimiyyəti Fərid və digər jurnalistlərin jurnalistikaya görə yox, müxtəlif cinayətlərə görə həbsdə olduğunu deyir. Amma bu bizə tanış gəlir, elə deyilmi? Bu, hər bir avtoritar hökumətin jurnalistləri həbsxanaya atanda dediyi şeydir. Onları məsul tutmaq bizim öhdəliyimizdir. Fərid haqqında sizə danışmağımın şəxsi səbəbi də var. Mənə məlumat verildi ki, Fərid həbsxanada əziyyət çəkərkən mənim Qızımla İqtisadiyyat söhbətləri kitabımı Azərbaycan dilinə tərcümə edib. A Brief History of Capitalism. O gün gəldi. Bunu kitabımı tərifləmək üçün göstərmirəm. Göstərirəm, biləsiniz ki, həbsxanada bir jurnalist vaxt ayıraraq gənclər üçün kapitalizmin necə işlədiyi barədə kitabı tərcümə edib. Dünyanın istənilən yerində jurnalistlər hökuməti tənqidə görə həbsə atılanda heç birimiz rahat yata bilmərik. Ona görə də mən buradan Azərbaycan prezidenti İlham Əliyevə müraciət edirəm. Fərid Mehralzadəni dərhal azad edin. Sizi narahat edən hər bir jurnalisti azad edin. Bu onların işidir. İşlərini görməyə imkan verin. None of us can sleep easy at night. So here I am, now, calling upon Azerbaijan's president, Mr. Aliyev, release Farid Mehralizadeh now. Release every journalist that annoyed you. That's their job. Let them do it.